yaxşı olduğuna görə Daskada universitetdə uşaqlar həmişə Bismillahirrahmanirrahim yazırdılar. Bir daskanı təmiz siliblər, yublar, təmizlədilər. Uşaqlardan biri mənə dedi ki, dur, orada Bismillahirrahmanirrahim yaz, xəttin yaxşıdır. Mən də durdum, yazdım, فَلَا تَدُعُ وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدُعُ مَعَ اللّٰهِ أَحَدًا. Məscidlər Allah'a aiddir. Allahdan qeyrisini çağırma, Allahdan qeyrisinə səsləmə, Allahdan qeyrisinə dua eləmə. Bu ayəni yazdım, amma bilə-bilə yazdım. Oturan kimi, batır axı. Tevhid, iğnə kimi batır. Niyə narahat olursan sən? Sən fəxrləməlisən ki, qardaş, Allah razı olsun, Allah razı olsun, فَلَا تَدْعُ مَعَ اللّٰهِ أَحَدًا altında İyyəkə nəbudu və İyyəkə nəstəini də yaz. Düzdür mü? Sən bu deməlisən mənə. Oturan kimi tələbələrdən biri, adını çəkmirəm, qahdi dedi ki, belə elədi, belə elədi. Yazmağa başqa ayə tapmadı. İki kişi o müsəlmansın, özü o müsəlman deyirsən də. Yazmağa başqa ayə tapmadı. Özü ayələri bölürlər. Bu ayələr Vahabilərin ayələri. Demək belə deyirlər də. Bu indi tələbə qanmazdır, nəysə getdi. Müəllim girib içəri. Gidib belə baxır. Belə təqəm Allah. Kim yazıb bunu? Göstərdilər məni, sən fikir. Deyir, nə demək istəyirsən? Deməli, ayə ona nəsə deyir. Mən ona deyirəm ki, ayə sənə nəsə deyir. Deyir, sən nə demək istəyirsən? Deyirəm, mən demirəm, Allah azə və cəllədir. Çünki kəlam mənim kəlamım deyil, axı mən sənə deyim nəsə. Mən orada öz sözümü yazsam, sən mənə deyərsən ki, nə demək istəyirsən? Mən deyərdim ki, deməli, o sənə nəsə deyir. Deyirsə, Allah azə və. Əxi, bu bilsən nəyin dəllidir? Tələbə olsun, müəllim olsun, dəxli yoxdursa, qoca kişi olsun. Xəmirləri belə yoğurur, tevhid batır. Xoşları gəlmir, Quranda ayələr var. Quranda açıq aydın ayələr var ki, ya Muhammed, onların yanında fikir ver, onların yanında Allahı tək olaraq zikr etdinmi, üzləri qırışar, qəzəblənər və üz çevirib dönərlər. Allahdan qeyrilərinin adlarını çəkdim, fərəhlənərlər. Ha, həmin şeydir. Bugün əhl-i sünnə kimin yanında tevhiddən danışır? Alıb, bax, bir dənə problem, bir dənə söz deyirəm sizə. Gedin bunu praktikadan keçirin. Kimin heç nə eləmir, heç nə eləmir. Otur. Bax, iki dənə şiyə. Sən də otur yanında, bax, vallahi, praktikadan keçirin. %100 təminat da bu. Otur, başda söhbət eləmək tevhiddən, yalnız tevhiddən. Çox yox. Gör 10 dəqiqə səbirliyəcəklər. Yox, açmayacaq, o saat dinlənəcək, nə demək istəyirsən, mövzunu dəyiş. Başın bilsən nə var, tevhiddən belə çox-çox la ilahe illallah deyirsən, Qədirxumda bilsən nə oldu. Və biri qadir deyir ki, bura bax, görən yaman la ilahe illallahdan danışırsan, Peyğəmbər yataqda kağız istədiyə qələm. O fikrin də sırasa, mən nədən danışarım, sən nədə, fikir orada sahabəni söyməkdə. Çünki bu maraqlandırmır. Bir dənə problem danış. Gör, əxi, gör necə reaksiya verirlər. Bu bilsən niyə belədir, əxi? Çünki